Bugün size Flormar'ın bu yeni aldığım göz tenini göstermek istiyorum. Qeyd edim ki, bu ten stik formadadır ve rengi çok güzeldir. Böyle qızıl renkdədir. İndi əlimin üstündə əvvəlcə sizə göstəreyim. Baxın, necə parıldayır. Bunu məncə highlighter kimi də istifadə etmək olar. Biraz belə əlimdə dağıdım. Çox qəşəngdir. Bunu highlighter kimi də istifadə edə bilərəm. Nəysə, indi gözümün üzərində yoxlayaq. Əslində əlinizlə də tətbiq edə bilərsiniz. Sadəcə mənim dırnağım uzundur deyə məni narahat eləyəcək. Ona görə də fırça ilə tətbiq eləyəcəm. Bu ten əsl özəl günlərdə istifadə üçün axtarılan bir tendir məncə. Amma mən nə yalan deyim, gündəlik olaraq da istifadə edirəm. Hər iki gözümə tətbiq edib bitirdim. İndi biraz kənarlarına belə qəhvəyi tonlarda ten keçmək istəyirəm. Daha sonra hər zamanki kimi tünd rəngdən özümə liner yaratmaya çalışacağım. Bunu heç vaxt kameraya doğru eləyə bilmirəm, amma yenə şans verib yoxlayıram. Belə, məncə qəşəng oldu. İndi isə maskara tətbiq edəcəm. Bu iki maskaranı qarışdıracağım. Əvvəlcə Top Face istifadə edirəm. Göz makyajım bitdi. İstəyirəm makyajımın son halı ilə birlikdə sizə göstərim. Makyajımın son halı bu şəkildə oldu. Fikirlərinizi yazmağı unutmayın. Hələlik.